Maliyyə sahəsində mənim üçün ən vacib məqam rəqəmləri hesablamaqdan əlavə həmin rəqəmlərin biznes üçün nə ifadə etdiyini anlamaqdır. Mən Hüseyn Abdullayev, audit, korporativ maliyyə, sığorta və bankçılıq sahələrində peşəkar təcrübəm var. Hazırda EY Azərbaycanda audit mütəxəssisi kimi fəaliyyət göstərirəm. Burada audit yoxlamalarının planlaşdırılması, risklərin qiymətləndirilməsi və daxili nəzarətin test edilməsi, eyni zamanda IFRS və yerli standartlara uyğun audit protokollaşması ilə məşğul oluram. Peşəkarlığımı və təcrübəmi daha da artırmaq üçün zaman-zaman müxtəlif beynəlxalq proqramlara baş vurmuş və həmin proqramların sertifikatlarını əldə etmişəm. ACA üzrə Business Technology, Management Accounting, Financial Accounting, Corporate Law, Audit Assurance, Financial Management və Financial Reporting kvalifikasiyalarını uğurla keçmişəm. Eyni zamanda FMBA, FPAP, CMCA, CBCA, FTIP və BIDA kimi CFI sertifikatlarına sahibim. Həmçinin Beynəlxalq Valyuta Fondunun, IMF-in, Dövlət Maliyyə İdarə Edilməsi, Public Financial Management proqramını, eyni zamanda Harvard Universitetinin liderlik müddəaları və Beynəlxalq Antikorrupsiya Akademiyasının müvafiq proqramlarını uğurla tamamlamışam. Hazırda Barretson Business və Maliyyə Məktəbində ACA üzərindən Financial Accounting, Financial Reporting, Audit Assurance proqramlarını və eyni zamanda IML tədris edir. Audit və maliyyə sahəsində qazandığım praktikanı nəzəriyyə ilə birləşdirib iştirakçılara təqdim edirəm. Sən də mənim bu geniş təcrübəmdən maksimal dərəcədə faydalanmaq istəyirsənsə, bu təlimlərdən mütləq yerini al.